Qoç bürcü. Tələsməyin. Günə diqqətlə düşünülmüş hərəkətlərlə, əvvəlcədən planlaşdırdığınız addımlarla başlamaq ən yaxşısıdır. Bu, improvizasiya üçün mütləq ən yaxşı zaman deyil. Çünki çaşqınlıq, səhv müttəfiqlər seçmək və ya nəyisə qaçırmaq asandır. Bu yaxınlarda yeni işə başlayan və hələ həmkarları ilə dostluq münasibətləri qurmayan qoçlar daha diqqətli olmalıdırlar. Kimisə səhv başa düşmək və bilmədən mübahisəyə səbəb olmaq riski var. Müsbət tendensiyaların təsiri gün ərzində tədricən artacaq. Günün ikinci yarısında uzun müddət təxirə saldığınız bəzi işləri həll edə biləcəksiniz. Bu, müəyyən səy tələb edəcək. Amma bunlar sizin imkanlarınız daxilində olan məsələlərdir. Ona görə də çox narahat olmayın. Pulla ehtiyatlı olun. Bu, xüsusilə ailə büdcəsini və ya biznes vəsaitlərini idarə edən Qoç bürcünə aiddir. Bununla belə, hətta yalnız öz şəxsi maliyyələrinə cavabdeh olanlar belə lazımsız xərclərdən çəkinməlidirlər. Buğa bürcü. Bugün insanlarla yola getmək və ortaq məxrəc tapmaq bacarığınız sayəsində uğur qazanacaqsınız. Yeni tanışların dəstəyini təmin edə və ən çətin vəziyyətlərdə belə etibar edə biləcəyiniz müttəfiqlər tapa biləcəksiniz. Əgər əvvəllər rəhbərlik və ya işgüzar tərəfdaşlarla ciddi fikir ayrılıqlarınız olubsa, bugün bütün əsas məsələlərə yenidən baxmaq üçün əlverişli zamandır. Ortaq məxrəcə gələ bilməyiniz mümkündür. Maliyyə məsələlərini həll etmək üçün də əlverişli gündür. Pul məsələsində intuisiyanıza güvənməkdən çəkinməyin. Lazımsız alış-verişlər etməyəcəksiniz, şübhəli sövdələşmələrdən çəkinməyəcək və lazımsız öhdəliklər götürməkdən çəkinəcəksiniz. Cəsarətli bir ideyanı həyata keçirmək üçün vəsaiti çatmayan buğa sahibkarları büdcələrini necə dolduracaqlarını başa düşəcəklər. Şəxsi münasibətlərinizdə heç bir problem olmayacaq və yaxınlarınız xoşa gəlməz sürprizlər təqdim etməyəcəklər. Axşam üçün ailəvi tədbir, səmimi görüş və ya romantik görüş planlaşdıra bilərsiniz. Əkizlər bürcü. Bugün boş oturmayan və ya eyni köhnə vərdişlərə sadiq qalmayanlara bir çox yaxşı şeylər gətirəcək. İndi yeni bir şey sınamaq üçün əla zamandır. Əgər həyatınıza biraz müxtəliflik qatmağı düşünürsünüzsə, bugün bunu etmək üçün çox güman ki, sizin şansınızdır. Bu, həm yeni tərəfdaşlıqların qurulması, həm də mövcud işgüzar əlaqələrin gücləndirilməsi üçün əlverişli gün olacaq. Bir vaxtlar birlikdə işlədiyiniz insanlarla əlaqə saxlamaqdan çəkinməyin. Bəlkə də sizin üçün maraqlı təklifləri olacaq. Fəal şəkildə iş axtaran və ya sadəcə karyera dəyişikliyinə qarşı olmayan əkizlər təşəbbüs göstərməlidirlər. Diqqəti cəlb etmək və qələbələrinizi və nailiyyətlərinizi bölüşmək fürsətini əldən verməyin. Günün ilk yarısını peşəkar və işlə bağlı məsələlərin həllinə sərf etsəniz, günortadan sonra ailə məsələləri üçün kifayət qədər vaxtınız qalacaq. Bu, xüsusilə faydalı olacaq. Çünki yaxınlarınızdan birinin köməyə ehtiyacı ola bilər. Planlaşdırılmamış səfərlər ola bilər. Xərçəng bürcü. Çox iş görməyiniz lazım olsa belə, tələsməməyə, təlaşdan qaçınmağa və ardıcıl hərəkət etməyə çalışın. Bugün sizin üçün eyni anda bir neçə işi yerinə yetirməkdən daha pis bir şey olmayacaq. Birincisi, bu olduqca yorucu olacaq. İkincisi, səhv ehtimalı yüksək olacaq. Başqalarının işinizə çox tez-tez müdaxilə etməməsinə diqqət yetirməyə dəyər. Səmimi qəlbdən kömək etmək istəsələr belə, başqaları yalnız çətinlik yarada bilər. Maliyyə məsələləri və ya qiymətli əşyalarla məşğul olarkən daha diqqətli olun. Hər hansı bir diqqətsizlik, yersiz ehtiyatsızlıq kimi baha başa gələ bilər. Planlaşdırmadığınız böyük alış-verişlərdən və ya tam məlumatınız olmadığı təqdirdə başqasının biznesinə investisiya qoymaqdan çəkinin. Şəxsi münasibətlərdə müsbət təsirlər üstünlük təşkil edəcək və müsbət dəyişikliklərin ehtimalı yüksək olacaq. Yeni tanışlıqlara açıq olan xərçənglər təşəbbüs göstərməlidirlər. Sevdikləri ilə uzun müddətdir birlikdə olanlar isə onları məmnun etmək üçün fürsətdən istifadə etməlidirlər. Şir bürcü.
Bugün hər şey gözlənildiyi kimi asanlıqla baş verməyəcək və bu bürcün bəzi nümayəndələri üçün olduqca qıcıqlandırıcı olacaq. Məqsədlərinə tez çatmağa öyrəşmiş olanlar emosiyalarını idarə etməkdə çətinlik çəkəcəklər. Şir liderləri tabeçiliyində olanların yavaşlığından narahat ola bilərlər. Yeganə həll yolu səbirdir. Özünüzü və ya başqalarını tələsdirməyin. Qəribədir ki, bu yanaşma məqsədlərinizə daha tez çatmağınıza kömək edəcək. Kiçik anlaşılmazlıqlar, uğursuz təsadüflər, sənədləşmə işlərində səhvlər və bəzi əhəmiyyətsiz, lakin zəruri əşyaların itirilməsi ehtimalı yüksəkdir. Fəlsəfi yanaşmağa çalışın və özünüzə tez-tez xatırladın ki, səy göstərsəniz, bugün həqiqətən vacib olan şeylərdə uğur qazana bilərsiniz. Dostlar, köhnə tanışlar və etibarlı müttəfiqlərlə ünsiyyət qurmaq üçün yaxşı gün olacaq. Bununla belə, bu yaxınlarda ilk dəfə tanış olduğunuz insanlarla ehtiyatlı olun. Bu insanlar sizə xoşagəlməz bir sürpriz verə bilər. Qız bürcü. Günün başlanğıcı son zamanlar bir çox fikir ayrılığına və mübahisəyə səbəb olan çətin məsələləri müzakirə etmək üçün idealdır. Bu dəfə hər kəsə uyğun bir həll yolu tapa biləcəksiniz. Baxmayaraq ki, bu dərhal baş verməyəcək. Bəzi qız bürcləri mübahisə edən tərəfləri barışdırmaq üçün diplomatik bacarıqlar nümayiş etdirməli olacaqlar. Bu qız bürcləri bunun öhdəsindən heyranlıqla gələcək və bir çoxları minnətdar olacaqlar. Sosial dairəsini genişləndirməyə açıq olanlar gözəl əlaqələr qurmaq şansına sahib olacaqlar. Uzun müddətli dostluq və ya gözəl romantik münasibət mümkündür. Bununla belə, bu insanın hisslərinizi necə oyadanını anlamaq üçün biraz vaxt lazım olacaq və mütləq tələsməyə ehtiyac yoxdur. Gün ortadan sonra tək başına asanlıqla həll edə biləcəyiniz sadə, tanış işlərə diqqət yetirmək ən yaxşısıdır. Kiminləsə ortaq bir fəaliyyət barədə razılığa gəlmək çətin olacaq. Enerjinizə qənaət etmək ən yaxşısıdır. Qız bürcünün valideynlərini xoş xəbər gözləyir və ümumiyyətlə gün bürcün ailə nümayəndələri üçün əlverişli olacaq. Tərəzi bürcü. Bunun asan olması ehtimalı azdır. Amma təcrübə, sağlam düşüncə və iti intuisiya sayəsində bugünün bütün çətinliklərini dəf edəcəksiniz. Bu, xüsusilə gənc tərəzilər üçün çətin ola bilər. Onlar yeni problemlərlə qarşılaşacaqlar və uğurlu həll yolu tapmaq asan olmayacaq. Yaşlı tərəzilər iş məsələlərə xüsusi diqqət yetirməlidirlər. Həmkarlar və ya tərəfdaşlarla gözlənilməz fikir ayrılıqları vacib bir layihəni vaxtında başa çatdırmağınıza mane ola bilər. Maliyyə məsələləri ilə məşğul olmaq, böyük məbləğdə pul xərcləmək və ya hər hansı vacib sənəd imzalamaq məsləhət deyil. İş axtaran tərəzilər müsahibələr zamanı xüsusilə diqqətli olmalıdırlar. Hansısa şübhəli sxemə cəlb olunma riski var. Emosional vəziyyətinizə diqqət yetirin. Bəli, bugün çətinliklər gətirə bilər. Bununla belə, ruhdan düşməmək və müsbət baxış bucağını qorumaq vacibdir. Buna görə də sizə sevinc və ilham verən şeylər üçün vaxt tapmağa çalışın. Əqrəb bürcü. Səhər üçün xüsusilə mürəkkəb tapşırıqlar və ya vacib görüşlər planlaşdırmamaq daha yaxşıdır. Fikirlərinizi toplamaq və ciddi bir düşüncə tərzinə gəlmək üçün biraz vaxta ehtiyacınız olacaq. Bundan əlavə, bir çox əqrəblər günortadan əvvəl adi haldan daha yavaş ola bilər. Bu sadəcə olaraq onlara çata bilmədiyiniz daha enerjili tərəfdaşlar və həmkarlarla yola getməyi çox çətinləşdirə bilər. Buna görə də asan və xoş bir şeylə, başqalarının müdaxiləsini tələb etməyən bir şeylə başlayın. Heç vaxt yerinə yetirə bilmədiyiniz bəzi kiçik tapşırıqları düşünün. Bəlkə bu dəfə hər şey yoluna düşər. Zamanla müsbət səylərin təsiri daha çox nəzərə çarpacaq və daha ciddi vəzifələrə keçə biləcəksiniz. Peşəkar uğur ehtimalı yüksəkdir və ümumiyyətlə faydalı olan hər şeydə əla olacaqsınız. Potensial müttəfiqlərlə işgüzar danışıqlar və görüşlər yaxşı keçəcək.
romantik münasibətlərə səbəb ola biləcək görüşlər də mümkündür. Unutmayın ki, bugün özünüzü həddindən artıq yükləməməyiniz vacibdir. Bu xüsusilə də bu yaxınlarda xəstələnən və hələ sağalmağa vaxtı olmayan əqrəblərə aiddir. Lakin digər əqrəblər də özlərinə qulluq etməkdən faydalanacaqlar. Oğatan bürcü. Bir çox iş üçün əlverişli gündür, amma yaradıcı yanaşmaya imkan verənlərdən başlamaq daha yaxşıdır. Çox güman ki, bəzi əla ideyalar ortaya çıxacaq və onlarla birlikdə onları həyata keçirməyə başlamaq imkanı da yaranacaq. Lazım olduğundan artıq tələsməyəcəksiniz, amma yenə də tez hərəkət edəcəksiniz. Həmkarlarınız və tərəfdaşlarınız həmişə sizinlə ayaqlaşa bilməyəcəklər. Daha çox vaxta ehtiyacı olanları tələsdirməməyə çalışın. Günün ilk yarısı planlaşdırma üçün əlverişlidir. Xəyallara qapılmadan həm ümumi vəziyyəti, həm də öz güclü tərəflərinizi dəqiq qiymətləndirəcəksiniz. Bir çox oxatan əvvəlcə nəyin həll edilməli olduğunu və nəyin təxirə salınmalı olduğunu başa düşəcək. Daha sonra maliyyə məsələlərini həll etmək üçün əlverişli bir vaxt gələcək. Pulunuzu necə idarə edəcəyinizi tez bir zamanda başa düşəcəksiniz. Öz bizneslərini inkişaf etdirməyə diqqət yetirənlər isə yeni bazarlara çıxmağınıza kömək edə biləcək tərəfdaşlar tapa bilərlər. Əgər son vaxtlar yaxınlarınızla münasibətləriniz çətin olubsa, bugün vəziyyəti dəyişdirmək üçün bir fürsət olacaq. Bununla belə böyük həssaslıqla hərəkət etməlisiniz. Dəyər verdiyiniz insanlara təzyiq göstərməyin və onların istəklərini nəzərə alın. Bugün vacib bir razılığa gəlməyiniz olduqca mümkündür. Oğlaq bürcü. Bugün peşəkar və ya istirahət tədbirlərində iştirak edən oğlaqları qeyri-adi qarşılaşmalar gözləyir. Əvvəllər haqqında xoş sözlər eşitdiyiniz insanlarla əlaqə qurmaq şansınız olacaq. Onların sizə xüsusilə dəyərli məlumatlar və ya dərin məsləhətlər verməsi mümkündür. Yeni işlərə başlamaq üçün əlverişli gün olacaq. Əvvəlcə necə uğur qazanacağınız bəlli olmasa da, bunu tez bir zamanda anlayacaqsınız. Çoxdan qazandığınız biliklər faydalı olacaq. Lakin müttəfiqlərinizi ağıllı seçmək və lazımi vaxtda kömək üçün onlara müraciət etmək, bacarığınız daha dəyərli olacaq. Gün sürprizlərlə dolu olacaq. Məsələn, bəzi oğlaqlar səyahətə tez hazırlaşmağa məcbur edəcək xəbərlər ala bilərlər. Digərləri isə qəfildən çoxdan maraqlı hesab etdikləri bir şeyin ardınca getmək imkanı əldə edəcəklər. Belə anlarda intuisiyanıza qulaq asmaq çox vacibdir. Onun siqnalları ən yaxşı məsləhətlərdən daha faydalı olacaq. Dolça bürcü. Səhər tezdən başlasanız, çox iş görəcəksiniz. Günün ilk yarısı xüsusilə elmi və ya tədqiqat fəaliyyəti ilə məşğul olan, məlumat toplayıb təhlil edən və sonra hər kəs üçün vacib olan nəticələr çıxaran dolça bürcləri üçün məhsuldar olacaq. Nəyin diqqət tələb etdiyini dərhal anlayacaqsınız və əhəmiyyətli fərq yarada biləcək kiçik detalları qaçırmayacaqsınız. Maliyyə baxımından o qədər də əlverişli gün deyil, amma alış-veriş üçün tamamilə uyğundur. Bəzi dolça bürcləri axtardıqları şeyləri əldə edə biləcəklər. Lakin şəxsi münasibətlərdə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Yaxşılığa doğru dəyişikliklər mümkündür. Keçmiş səhvləri düzəltmək və dəyərli əlaqələri bərpa etmək şansı olacaq. Hissləriniz barədə açıq danışmaqdan çəkinməyin. Bu, anlaşılmazlıqların aradan qaldırılmasına, anlaşılmazlıqlara və kin-küdurətlərə son qoymağa kömək edəcək. Balıqlar bürcü. Bugün ümumiyyətlə yaxşı keçsə də, ondan çox şey gözləmək, çox güman ki, səhv olardı. Bununla belə, həyatınızın bütün sahələrində yaxşılığa doğru kiçik dəyişikliklər mümkündür. Bundan əlavə, itirilmiş vaxtı kompensasiya etmək və peşmançılıq yaradan səhvləri düzəltmək şansı olacaq. Əzmkarlıq biznesdə uğur qazanmağınıza kömək edəcək. Mümkündür ki, vacib bir problemi həll etmək üçün bir neçə cəhd tələb olunsun. Yolunuzda maneələrlə qarşılaşsanız, onları tək başına dəf etməyə çalışmayın. Müttəfiqlərinizin yaxınlıqda olması və kömək əli uzatmağa hazır olması olduqca mümkündür.
Sadəcə qarşılaşdığınız hər hansı bir çətinliyi və onların sizə necə kömək edə biləcəyini bölüşməkdən çəkinməyin. Maliyyə məsələləri üçün ən yaxşı gün deyil. Bir çox balıqlar müəyyən bir qeyri-ciddiliyə meyilli olacaq və həddindən artıq xərcləmək riski ilə üzləşəcəklər. Hər hansı bir kortəbi alış-veriş etməzdən əvvəl zövqünə və fikirlərinə etibar etdiyiniz insanlarla məsləhətləşin.